Hər kəs bu duanı 40 gün sübh çağı oxuyarsa, Allah Taala Həzrəti Mehdi ilə görüşü ona nəsib edər, inşallah. Belə ki, 40 gün müddətində aşağıdakı tərzdə 17.488 dəfə və hər gün 360 dəfə onu oxusun. Amma 10-cu, 20-ci, 30-cu və 40-cı günlərin hər birində onu 1132 dəfə oxumalıdır. Onun şərtləri isə aşağıdakılardır. Bir dəstəmazlı olsun, 2 üzü qibləyə və pak bir yerdə əyləşsin. 3. Əvvəl salavat göndərsin. 4. Günahlardan istiğfar etsin. 5. Bu duanı bir dəfə oxusun. Ya mən huvə əqrabu iləyyə min həblil vərid. Ya mən huvə fəalun limə yurid. Ya mən yəhulu beynəl mər'i və qəlbi. Ya mən huvə bil muntəzəril ə'la. Ya mən leysə kəmislihi şey'un və huvə ələ kulli şeyin qədir. 6. Duanın özünü oxusun. Ya Allahu, Ya Muhammedu, Ya Aliyyu, Ya Fatimətu və bənihə. Ya sahibəz zəmamu ədrikni, Ya farisəl hicazi ədrikni, Ya Əba Salihil Məhdi ədrikni və lə tuhlikni. Bu duanı hər gün 360 dəfə, 10-cu, 20-ci, 30-cu və 40-cı günlərdə isə 1132 dəfə oxusun. 7 dəfə salavat göndərsin. Fatihə və İxlas surələrini oxusun. 9. İxlas surəsini çox oxusa daha yaxşıdır. Çünki o surədə Allahın ismi əzəmi, ən böyük adı mövcuddur. Qeyd etmək lazımdır ki, bu duanı oxumağın qəribə təsir və nəticələri vardır.